Vaxtınız xeyir olsun. Hazırda qlobal hava təhlil modellərinin, xüsusilə də Avropanın İCMWF hava təhlil qatarı mərkəzinin yağıntı parametrləri haqqında məlumatları üçün diqqətinizə xüsusilə də iyun ayının artıq 2-sindən başlayaraq Qafqazın şimalından daxil olması gözlənilən hava kütlələrinin Qafqazın cənubu Azərbaycan arasında ciddi bir hava dəyişikliyinə səbəb olması ehtimalları var. Bu barədə, yəni qlobal modellər artıq hava şəraitinin iyunun 2-sində kəskin dəyişilməsi ehtimallarını göstərir. Lakin bu proseslərin ümumi gedişi və hansı rayonlara daha çox leysanın və dolunun yağması haqqında və bu proseslərin Bakı, Abşeron, Sumqayıt ərazilərinə nə qədər təsir etməsi haqqında isə artıq birbaşa peyk və radar məlumatların təhlilləri əsasında iyun ayının 2-sində son dəqiqə məlumatları kanalda yayımlanacaq. Ümumi olaraq bu qlobal modellər isə bu siqnalları verir ki, iyun ayının artıq biri axşama doğru iyunun 1-dən 2-sinə keçən gecə Şimali Qafqazdan daxil olması gözlənilən atmosfer cəbhəsinin, yəni Rusiyanın qərbində olan mövsüm xarakterli olmayan nisbətən soyuq havanın və oradakı ekstratropik tipli siklon sisteminin sağ qolu ilə daşınan hava axınlarının, yəni həm rütubətli hava axınları, həm bu isti hava axınları bu sistemlə birləşəcək və kifayət ciddi və intensiv bir prosesə səbəb olacaq. Xüsusilə də artıq iyunun 1-dən 2-sinə keçən gecə qonşu Gürcüstan ərazisində və Şimali Qafqazda hava şəraitinin kəskin dəyişikliyi gözlənilir. Leysan, dolu prosesləri, fırtına prosesləri, güclü küləklər və yüksək dağlıq ərazidə hətta qar yağması ehtimalları da var. Bu proses artıq iyunun 2-si və günün 1-ci yarısından başlayaraq tədricən Azərbaycan ərazisində daxil olacaq. Əvvəlcə Böyük Qafqaz rayonlarında, Kiçik Qafqazda, Gəncə, Qazaxda və Naxçıvanda, eyni zamanda Dağlıq Şirvanda iyunun 2-si günün 1-ci yarısında havada buludluğun artması artıq bu prosesin iyunun 2-si gündüz saatlarına doğru artıq güclənməsi nəticəsində xüsusilə də Azərbaycanın bu şimal qərb rayonlarından başlayaraq, yəni Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, eyni zamanda Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan, eyni zamanda bu Gəncə ətrafı rayonlarda, Yevlaxda, Tərtər, Bərdə, Naftalan, Goranboy ərazisində və Mingəçevir rayonunda, eyni zamanda Naxçıvanın dağlıq ərazilərində və Böyük Qafqazın xüsusilə də artıq bu Balaçan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmailə, Şamaxı, Xızı, Quba, Qusar, Xaçmaz, Dağlıq Şirvanda artıq topa yağış buludlarının ilkin inkişafı üçün və sonradan artıq bu proseslərin bir ildə intensivləşməsi nəticəsində topa yağış buludlarının intensiv və güclü inkişafı ehtimalları var. Bu da lokal qısa müddətli güclü leysan, lokal dolu proseslərinə, eyni zamanda bu isti havanın aniden yuxarıya doğru yüksəlməsi nəticəsində və troposfer orta qatlarındakı bu soyuq havanın da köçməsi nəticəsində qəfil bir leysanla bərabər, dolu ilə bərabər qəfil bir güclü küləklər gözlənir. Bu proseslər adətən topa yağış buludlarının və supersel buludların keçdiyi ərazilər üçün xarakterik sayılır. Artıq iyunun 2-si günün 2-ci yarısına doğru bu prosesin tədricən yayılması ehtimalları var. Lakin burada qlobal modellər bu sistemin Bakı, Abşeron, Sumqayıt arasına daxil olması ehtimallarını göstərməsə də, burada əsas Bakı ərazisindən təsir etməsi gözlənilən bir sistem var ki, xüsusilə də bu Şamaxı, Ağsu, Dağlıq Şirvan, Qobustan, Mərəzi və Xızı ərazisindəki bu topa yağış buludlarının bir qolunun Sumqayıt ərazisindən daxil olması ehtimalları var. Deməli, bu qlobal model bu siqnalı verir ki, yenə də Sumqayıt ərazisinin, Sumqayıtın yaxınlığında bir topa yağış buludlarının iyunun 2-si günün 2-ci yarısına doğru və axşama doğru aktiv inkişafı ehtimalları var. Deməli, bu o deməkdir ki, artıq bu sistem əvvəlki sistemlərə bənzəyir. Yəni, bu son dolu əraziləri Abşeronda bu fırtınaların yaranmasının ilkin mərhələsi. Mən kanalda bu barədə videoda göstərmişəm ki, Sumqayıt ərazisindən bu sistem gəldi və bu topa yağış buludu Sumqayıt ərazisini aktivləşərək Abşerona doğru yayılır. Deməli, iyun ayının 2-sində yenidən iyunun 2-si axşama doğru, günün 2-ci yarısı axşama doğru artıq yenidən Ağsu, Şamaxı, Qobustan, Mərəzi, Xızı ərazilərində bu topa yağış buludlarının ilkin inkişafı gözlənilir ki, yəni bu sistemin artıq tədricən Sumqayıta doğru uzanması ehtimalları var. Lakin bu prosesin Bakı, Abşeron, Sumqayıt ərazisinə təsir etməsi ehtimalları isə iyun ayının 2-sində birbaşa peyk və radar məlumatların təhlilləri əsasında birbaşa kanalda yayınlanacaq. Yəni bu sistemin Bakıya yaxınlaşması ehtimalları var. Gördüyünüz kimi Qobustan, Mərəzi ərazilərində bu sistem aktiv olacaq. Və hətta burada artıq kifayət qədər bu sistemin güclənməsi ehtimalları var Qobustan Mərəzilə və bu sistemin bir qolunun da Sumqayıt ərazisine doğru yaxınlaşması ehtimalları var. Deməli, bu sistem real zaman ərzində əgər güclənərsə, artıq peyk və radar məlumatlarında artıq bu proses izləniləcək və bu sistemin artıq Bakı, Abşerona daxil olması ehtimalları haqqında son dəqiqə məlumatları kanalda yayınlanacaq.